Salam, xoş gördük hər birinizi. Eee, Deməli, ilk öncə nəzərinizə çatdırım ki, yanvar ayın 1-dən ibtidai siniflərin MİQ və sertifikasiya hazırlığı üçün hazırlıqlarımız başlayır. Yəni bizimlə birlikdə yaxşı nəticə göstərmək istəyirsinizsə, Azərbaycan dilindən indidən müraciət eləyə bilərsiniz. İlk növbədə bunu çatdırıb sonra eee, həmin deməli əvvəlində də gördüyünüz kimi 11-ci sinif 3-cü qrup DT alt qrupu deməli həmin sınaqda OTK-nın keçirdiyi həmin sınaqda düşən suallardan deməli buraxılış imtahanından çətin səviyyəsində olan suallardır. Bunun izahına baxırıq. Bu suallardan hissə-hissə izahlarından yazıb göndərəcəyik. Yəni baxıb yararlana bilərsiniz. Burada hal-hazırda 2 sual görsənir. Elə bu 2 suala baxaq. Deməli yazıb ki, hansı cümlədə işarə əvəzliyi ismin sualına cavab verir? İsmin sualı hansıdır? Kim, nə və hara? Yəni işarə əvəzliyi olsun və bu suallara cavab versin. Gəlin baxaq. Deməli yazıb ki, buralar uşaq vaxtı hər yay getdiyimiz yeridir. Buralar haralar? Burada ismin sualı yoxdur. Bu getdi. O tələbələr imtahana yaxşı hazırlaşır. O tələbələr, hansı tələbələr? İşarə əvəzliyi idi, amma hansı sualına cavab verir? Bu da getdi. O öz qızlarının ali məktəbdə oxuması üçün çox çalışırdı. Kim? O. Burada kim sualına cavab verir? Amma yadda saxlayın. Biz o bu əvəzliyindən sonra vergülün işlənməsini keçəndə bəzən çox adam səhv yadında saxlayıb deyir, o bu işarə əvəzliyindən sonra. O bu əvəzliyindən sonra o mübtəda vəzifəsində işlənibsə, işarə yox, şəxs əvəzliyidir. Bu da getdi. Bəziləri mənim ən sevdiyim, burada da işarə əvəzliyi yoxdur. Bu, müəllimin verdiyi öyüd nəsihəti dinləyir. Nə edir? Dinləyir kim? Bu. Və burada bu, kim sualına cavab verirsə, deməli işarə əvəzliyidir və mübtəda vəzifəsində işlənib. Ümumiyyətlə, buradan sonra vergül işlənirsə, yəni köməkçinin hissəsi gəlməklə söhbət keçmir. Mübtəda vəzifəsində çıxış edən buradan sonra vergül qoyulursa, o ismin sualına cavab verib deməli mübtəda vəzifəsində işlənib və bu işarə əvəzliyidir. Deməli düzgün cavabımız E variantıdır. İkinci sualda isə deyir ki, hansı sözün sinonimi səhv verilib? Bu çox üstündə düşünməli bir sual deyil. Görürsünüz, oxumuş. Oxumuş burada mış, miş, muş, müş fe'li sifət şəkilçisidir. Yəni bu fe'ldir. Savadlı necə? Savadlı. Bu isə sifətdir. Bizdə sinonimlər bilirik ki, yalnız eynin hissəsinə aid olur. Ona görə də B variantı səhv fikirdir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, yanvar ayının 1-dən ibtidai sinif müəllimləri üçün MİQ və sertifikasiya hazırlıqlarımız başlayır. Uğurlu nəticə əldə etmək istəyirsinizsə, yüksək nəticə əldə etmək istəyirsinizsə, bizimlə çalışa bilərsiniz. Əlaqə nömrəsini də yazıram bura.